Salam, hər vaxtınız xeyirli, gününüz uğurlu olsun. Dəyərli izləyicilərim, kanalıma və mətbəximə xoş gəldiniz. Bugün gördüyünüz kimi yenə turşularım bitmək bilmir. Xiyar turşusu hazırlayacağım. Bunu necə hazırlayacağım? Əgər bu sizə də maraqlıdırsa, buyurun izləyin. Nə edirəm? İlk öncə gördüyünüz kimi xiyarı suda saxlamışam. Bir neçə saat bu formada xiyarı suda saxlayıram. Sonra da bunları təmiz yuyuram. Bir iki ay bundan qabaq xiyar turşusunu hazırlamışdım. Onlar artıq bitdi. Yenidən qərara gəldim ki, yenə hazırlayım. Çünki qabaqdan gözəl bayramlarımız gəlir inşallah. Salatlarda istifadə etmək üçün yenə də turşu hazırladım. Amma bu dəfə içliyini biraz fərqli formada edəcəm. Gördüyünüz kimi xiyarları təmiz yudum və 2 litrlik bankalar götürmüşəm. İçərisinə ilk öncə qara dənəvər istiot, quru şüd, bu dəfə xren əlavə edəcəm, yarpaq əlavə edəcəm içərisinə. Hər bankamıza 2 ədəd xren əlavə edirəm. Və xiyarlarımızın həm baş hissəsini, həm arxa hissəsini kəsib, bıçaqla bu formada kəsiklər atıb bankalara yığıram. Əziyyətə dəyər verən, videolarımı izləyən, bəyənən, şərhlər yazan hər kəsə öncədən təşəkkür edirəm. Gördüyünüz kimi xiyarı da bu formada bankaya yığıram. Və içərisinə sarımsaq da əlavə edirəm. Keçirik ikinci bankamıza da eyni qayda ilə yığıram. Gördüyünüz kimi 3 ədəd banka alındı. 2 ədəd litrlik, 1 ədəd litr yarımlıq acı biberi unutmuşdum atmağı. Sonda yadıma düşdü və bunu əlavə etdim. İlk öncə içərisinə qaynar su əlavə edirəm. Qaynar suyla doldurdum balonları. Qapaqlarını bağlayıram. Suyu soyandan sonra bu dəfə bunun suyunu atacağım. Amma siz istəsəz atmaya da bilərsiniz. Çünki mən keçən səfər hazırladığım xiyar turşusunun suyunu atmamışdım. Bu dəfə dedim ki, qoy suyunu atım. Görün fərqi nə olacaq. Gördüyünüz kimi suyunu süzürəm, soyuyub. Amma bunları atacağım. Suylarını attım və içərisinə duzunu əlavə edirəm. Keçən dəfə də turşularımda, yorumlarda çox yazdınız ki, 2 litrlik bankaya 3 yemək qaşığı duz çoxdur. Yəni bu çox olsaydı mən bunu yenidən niyə əlavə edim ki? Demək ki, 2 litrlik bankaya 3 qaşıq duz çox deyil, tam normasıdır və yenə də 2 litrlik bankaya 3 yemək qaşığı duz əlavə etdim, 1 yemək qaşığı şəkər tozu əlavə etdim. Və üzərinə yenidən qaynanmış suyu əlavə edib, bu dəfə qapaqlarını bərk-bərk bağlayacağım. Və tam fərqlilik olsun deyə 1 çay qaşığı da kişniş toxumu əlavə edirəm. Dediyim kimi bu dəfə fərqli edəcəm turşunu. Və 1 çay qaşığı uksus əlavə edirəm.
Qapaqlarını bərk-bərk bağlayıram. Gördüyünüz kimi asan və tez başa gələn turşularımız hazır oldu. Bunları bu formada qarışdırıram. İçinin suyu, duzu, uksusu qarışsın deyə və bunları ədyala büküb bir gün ədyalda saxlayıram. Bu da sabahsı günü artıq səhərdir. Gördüyünüz kimi turşularımızın rəngi də dəyişilib, möhtəşəm rəngi olub. Möhtəşəm də inşallah ki dadı olacaq. Bəli, dəyərli izləyicilərimiz, bir faydalı videonun daha sonuna gəldik. Hazırlayacaq olan hər kəsə nuş olsun deyirəm. Hələlik bu qədər, sağ olun. Allah'a əmanət olun.